ayın 15-dən başladı. Beynəlxalq çay günü ilə. Yeganə isti içkidir ki, mövsümü yoxdur. Yay-qış bəhbəhlə içirik. Ölkəmizdə də çayın kifayət qədər növləri həm yetişdirilir, həm də satılır. Lənkəran çayının birinci, ikinci, üçüncü sortu var. Bir sürü 80 manat, 70 var. 1000 manat da var. Çaya fark edib. Günlük 4-5 stəkan çay qəbul etmək olar. Mən yaşıl çayı daha çox tövsiyə edərdim tərkibindəki antioksidantlara görə. Çayı da ki, şirniyatsız təsəvvür etmək olmaz. Şirniyyat da bilirsiniz də hansıları nəzərdə tuturuq. Bu həftədən satışa çıxarılan yeni il hədiyyə qutularındakiları. Amma balacalar üçün nəzərdə tutulan bu hədiyyələri alarkən və ya evdə özünüz qablaşdırarkən diqqətli olun. Hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir. Əslində indiki uşaqları təəccübləndirmək çətindir, anlayıram sizi. Nə istədiklərini belə süni intellektlə məsləhətləşirlər. Biz valideynlər də beləyik bəzən. Amma sən demə, chatbotlarla hər söhbəti də eləmək olmaz. Mənim kimi chatbotlar məlumatları əsasən iki yolla öyrənir. Birincisi, istifadə zamanı sizin yazdığınız sorğular və verdiyiniz məlumatlar. İkincisi isə öncədən öyrədilmiş, açıq və lisenziyalı mənbələrdən əldə olunmuş ümumi biliklər. Məsləhət görür ki, öz şəxsi məlumatlarınızı ora əlavə etməyəsiniz. Çünki hər hansı bir sorğu zamanı, müəyyən bir hər hansı bir hadisə zamanı sizin şəxsi məlumatlarınız kimisə əlinə keçə bilər. Bütün ölkələrdə bu süni intellektin yaratdığı bu təhlükələrlə bağlı narahatlıqlar var. Bunun müsbət keyfiyyətlərin danmaq olmaz. Amma bilmək lazımdır ki, bunun ziyanlı tərəfi də var. O ziyanlı tərəfindən mübarizə aparmaq üçün sistemli, kompleks işlər aparmaq lazımdır. Eşitdiniz də, süni intellektlə aranıza sərhəd qoyun. İndi deyəcəksiniz ki, axı o da rəqəmsallaşıb. Sərhəd sığortalarını deyirəm. Artıq müqavilələr onlayn rəsmiləşdiriləcək. Hazırda istifadəçi ölkə ərazisinə daxil olmadan sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilər. Bunun üçün platforma üzərindən zəruri məlumatları daxil edərək, həmçinin sığortaçını seçərək və ödənişi onlayn şəkildə həyata keçirərək sığorta müqaviləsinin bağlanılması mümkündür. Xüsusilə də maşın alveri ilə məşğul olanlara aiddir. Amma nə badə gətirdiyiniz nəqliyyat vasitələri ilə toy kərvanlarına qoşulub avtoxuliqanlıq edəsiniz. Cəriməsi və cəzası var ha. Avtoxuliqanlıq hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə tənzimlənir ki, belə hal aşkar edildiyi təqdirdə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manata dək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Bəzi yollarda isə hətta ağıllı işıqforlar da quraşdırılır axı. Yəni ki, diqqətli olun. Onsuz da nəmər yazılmalısınız. Cərimənin də məbləğini nəzərə alsaq, toy sizə baha başa gələr. Bir də ki, el şənliklərində israfçılıq baş alıb gedir. Çox yeməyin, pəhriz saxlamaq üçün də pul lazımdır. Sağlam qidalanma deyiləndə onun bişirilmə yağı və içərisindəki tərkibindəki məhsullar nəzərdə tutulur. Bişirmə yağı olaraq biz əridilmiş kərə yağından istifadə edirik. Bu bütün minyonlara aiddir. Eyni zamanda digər bitki yağlarını biz salatlarda, bollarda istifadə edirik. Sağlam qidalanma niyə bu qədər bahadır? Əslində sağlam qidalanma çox da baha deyil. Biz gündəlik ənənəvi ev yeməklərindən də sağlam qidalanmamızı balanslaşdıra bilərik. Tək pəhrizlə də olmur bu işlər, idman da lazımdır, hətta vacibdir. Dəb üçün ya da fotosesiya üçün yox, sağlam həyat tərzidir bu. Həm də özünüzə ayırdığınız vaxt. Hərdən bizim telesəhərin sizə ünvanlanan suallarına cavab verib vaxtınızı daha səmərəli keçirmək üçün hədiyyələr də əldə edə bilərsiniz. Kitab, teatr və kinoteatrlara bilet kimi. Az qala unutmuşdum. Yeni il kərvanı sirk şousu da başlayıb axı. Proqramın əsas hissələrindən biri də dəvələrlə birgə təqdim olunan Sindibad adlı şoudur. Amma burada hərəkətləri mən deyil, akrobatlar göstərəcək. Proqramları isə zəngindir. Yanvarın 11-nə qədər gedib maraqlı sirk tamaşalarını izləyə bilərsiniz. Bir sözlə, seçim sizindir. Əsas odur ki, həftə sonunuz gözəl keçsin.